açıklamalarından öğrenilen bilgilere göre ölümlerin tamamı karbon monoksit zehirlenmesinden kaynaklandı. Maden ocağında dün 15.30 civarında vardiya değişimine denk gelen Ne diyeyim bu? Allah rahmet eylesin. Panic and confusion in Ankara following two suspected suicide bombings. When explosions ripped through a rally of pro-Kurdish and leftist activists in the central Turkish capital. Türkiye halkına sabır dilerim. Son qəmimiz olsun. Bakının 16 mərtəbəli yaşayış binasında yanğın baş verib. Azadlıq prospektində yerləşən binada səhər saatlarında başlayan yanğın 16 nəfərin həyatına son qoyub. Söküntü işləri gedir, davam etdirilir. Nə vaxtda planlaşdırılır təxminən yəni söküntü işlərinin başlaması? İnşallah 5 aya. 5 aya tam qurtarması. Bəli. Yüzlüklər nədən olacaq? Nə? Yüzlüklər. Üzlü indi qərar verəsiniz. Qərar veriləcək. Ha. Aha. Bu tikinti işlərinə hansı şirkət daxil olur? Nə dəxli varsa. Nə üçün bilməlisən kimdir? Alabala. Sonra